başa düşmürəm. Bu nədir belə? Qaçsınlar. Dedim, indi kimdirsə qaçır. Ümumiyyətlə, yataqxana tipli koridorlarda belə avadanlıqlar saxlamaq qəti qadağandır. Qapıdan qırılsa da qaçmışam. Cəmaatın işgəlinə mən də qaçmışam cəmaatla bərabər. Səs eşitdim ki, burada söndür söhbət gedirdi. Evdəkilərlə odada bir dənə qapını açdım, gördüm bir dənə tüstü gəlir bura möhkəm dərəcədə yanıb bu tərəflər. Ailəmə dedim ki, gəlin bu podyezdən çıxağın, düşəyin, prosto bir dənə əskidə su götürün ki, ağzınızı bağlayarsınız da, zəhərlənməyəsiniz. Bir dəfə qapını açdım, gördüm şaxta töküldü başıma, təzədən girdim evə, biraz xəsarət aldım. Ailəmlə zaten düşdük buradan, dedim 1, 2, 3 deyən kimi o abisi podyezdən düşdü aşağı. Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin 14-cü məhəlləsində yerləşən 7 saylı yataqxananın 4-cü mərtəbəsində qeydə alınıb. Dəhlizdə başlayan yanğın daha sonra isə mənzillərdən birinə keçib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın söndürülüb və binadan 28 nəfər təxliyə edilib. Polis əməkdaşları tərəfindən isə təhlükəsizlik tədbirləri görülüb.